Salam dəyərli izləyicilər, dünyanın diqqəti iki əsas məsələyə yönəlib. Birləşmiş Ştatlar Çin arasında aparılan ticarət danışıqları və eyni zamanda Tehranla Vaşinqton arasında artan gərginlik. Bütün bunlar iqtisadiyyatlara ciddi təsir edib və eləyəcək, bu haqda danışacağıq. Amma ölkə, dünya iqtisadiyyatına dair bir sıra xəbərlərimiz var. Hansılardır, anonslardan biliriz. Tehran Vaşinqtonun danışıqlar təklifini rədd etdi. Amerika Birləşmiş Ştatları yeni sanksiya paketi hazırlayır. Ötən il Türk dövlətləri arasında ticarət dövriyyəsinin həcmi 45 milyard dollar təşkil edib. Bakıda 2-ci Türk dövlətləri ticarət və investisiya əməkdaşlıq forumu keçirilib. Mədəniyyət sektorunda vergi güzəştləri tətbiq olunacaq. İndi isə Azərbaycan və dünya iqtisadiyyatına təsir edən daha çox geosiyasi hadisələrdən danışacağıq. Birləşmiş Ştatlar Prezidenti Tramp, Amerika Birləşmiş Ştatları Çin danışıqları öncəsi bəzi ixrac məhdudiyyətlərinin yumşaldılması üçün tapşırıq verib. Müzakirəyə təyyarə hissələri, mikroçip proqramları və eyni zamanda etan kimi məhsullar daxildir. Bu addım Çinin nadir torpaq elementlərinə nəzarətindən qaynaqlanan risklərlə əlaqəlidir. Birləşmiş Ştatlar və Çin nümayəndələri gələn həftə Londonda görüşəcəklər. Hər iki ölkənin maraqları toqquşur. Bu maraqlar nədir? Dünya liderliyi uğrunda mübarizə. Ona görə də bu danışıqlarda ticari müharibənin aradan qalxacağını gözləmək lazım deyil. Sadəcə gözlənti ondan ibarətdir ki, 145%lik tariflər olmayacaq. Daha aşağı, amma tariflərin olacağı bir dünya qədəm qoyuruq. Bazarlar da, səhəm bazarları, fond birjaları da çox həvəslə bu xəbərləri gözləyirlər. Amma görünən odur ki, hər iki ölkə öz mövqeyində sərtdir, amma hər iki ölkənin liderinin də daxildən ciddi təzyiq var. Yəni, bunlar çox rahat şəkildə, belə deyək, bu danışıqlara getmirlər. Amerika çünki Çin idxalından asılıdır. Amerikada qiymətlər istehlakçıların, belə deyək, xərcləmələrində Çin idxalı əhəmiyyətlidir. Eyni zamanda Amerika nadir metalları Çindən idxal edir. Çin ixracı Amerika üçün vacibdir. Birləşmiş Ştatlar Çin danışıqları fond bazarlarında sabitlik yaradı. Texnoloji səhmlər, cip ixracı ilə bağlı yumşalma ümidləri fonunda dəyər qazanırlar. Çinin nadir torpaq materialları, mineralları ilə bağlı məhdudiyyətlər risk olaraq hələ də qalır. İnflyasiya gözləntiləri investorları ehtiyatlıq davranmağa riayət edir və hal-hazırda elə biz diqqət yetirsə, fərqli bir dinamika indekslər nümayiş etdiriblər. Avropa səhmlərində müəyyən qədər fərqli dinamika var. Yaponiyanın Nikkei 225-i isə yaşıl zonada qərarlaşıb. Bəli, dediyimiz kimi dünyanın diqqəti Amerika Birləşmiş Ştatları Çin danışıqlarıdır və iki ölkə arasında ticarət danışıqlarının irəliləyişi neft bazarlarında müsbət əhval-ruhiyyə yaradıb. Neft qiymətləri artaraq qlobal tələbin bərpasına dair ümidləri gücləndirib. Elə neft bazarlarına diqqət yetirsək, göründüyü kimi Brent, WTI artıblar təxminən 0,4% civarında. Daha çox bahalaşansa 1,3% civarında Azərlaytdır və 70 dollarlı psixoloji həddən də yuxarı satılır və qızılsa qeyri-müəyyənliklərin azalması fonunda nisbətən eniş nümayiş edir və 3348 civarındadır. OPEC+ hasilat artımı ilə bağlı ehtiyatlı addımları atır. İran və Birləşmiş Ştatlar arasında nüvə razılaşması məsələsində isə gərginlik bazarda qeyri-müəyyənliyi hələ də davam etdirir. Bu haqda da danışdıq. Tehran Vaşinqtonun danışıqlar təklifini rədd elədi. Bu addımlardan sonra Vaşinqtonun Tehrana qarşı yeni sanksiyalar paketini təqdim edəcəyi gözləndi. Və Birləşmiş Ştatlar həmçinin İranın regiondakı fəaliyyətinə görə diplomatik təcrid və BMT platformasında yeni təşəbbüslərlə çıxış edə bilər. Ekspertlər belə düşünür. Bəs hansı növ iqtisadi sanksiyalar tətbiq oluna bilər və real görünür? İqtisadçı Məqsud İbrahimli Qubatlının gözləntilərini eşidəcəyik. Məqsud, mən buyurun, hansı sanksiyalar gözlənilir? Bəli, qeyd etmiş olduğunuz bu məsələ bu ilin aprel ayından bəri Omanda keçirilən görüşlər fonunda dünyanı kifayət qədər narahat edən bir məsələdir. Rəqəmlərə də baxdıqda görürük ki, İran xüsusilə neft ixrac edən ölkələr arasında yer aldığı üçün 2015-ci ildə 32 milyard dollar olan bir ixracatın 2016-cı ildə 56, 2017-ci ildə 66 və 2018-ci ildə 61 milyard dollara qədər
hansı ki bu razılaşmadan sonra kifayət qədər artışların olduğunu biz müşahidə edirik. Lakin 2018-ci ildə bu kənarlaşmalardan sonra artıq həmin rəqəmlərin 29 milyard dollara düşdüyünü biz müşahidə edirik. Yəni ümumi tendensiya onu göstərir ki, İran tərəfi xüsusilə neft ixracatındakı ambargolara qarşı kifayət qədər qırılğan bir iqtisadiyyatdır. Əlbəttə ki, burada sanksiyaların istiqaməti müxtəliflik təşkil edə bilər. Bundan əlavə enerji sektorundan kənar olaraq maliyyə sektorunda da və yaxud da İranla ticarət edən ikinci sanksiyalar, yəni ikinci ölkələrə tətbiq olunan sanksiyalardan da söhbət gedə bilər. Yenə xatırlamaq yerinə düşər ki, bu ilin aprel ayında da İranla ticarət əlaqəsi olan, yəni neft və neft məhsulları ticarətində iştirak edən bir neçə ölkənin şirkətlərinə də Amerika tərəfindən ambargolar tətbiq edilmişdi. Əlbəttə, ümumilikdə bu neft qiymətlərinə artış yönümlü təsir göstərdiyi zaman, bu zaman enerji ixalatının bahalaşması da enerji ixal edən ölkələr üçün mənfi təsir bağışlayacağını düşünürəm. Lakin burada diqqət almaq lazım ki, bu sanksiyalar nə qədər müddətli davam edəcək, yəni bunların təsirləri nə qədər müddət olacaq və bunun fonunda biz maliyyə bazarlarından daha geniş və ya daha qısa formada danışa bilərik. Məqsud bəy, çox sağ olun, minnətdarıq biz sizə. Belə əmtəə bazarlarına daha çox bu sanksiyalar təsir edə bilər, amma eyni zamanda dünyada geosiyasi, geoiqtisadi hadisələr fonunda valyutalarda diqqət mərkəzindədir. Kifayət qədər volatillik var. Hansı valyutalara təsir edib? İstərik elə monitor üzərindən diqqət yetirək. Göründüyü kimi dollar bütün valyutalara nisbətə dəyər itirib. Konkret olaraq avro 1.14 civarında ticarət olunur. Maraqlıdır ki, rubl amma dollara müqayisədə dəyər itirib. Bu barədə biz ayrıca müzakirə aparacağıq, danışacağız. O qaldı Azərbaycan-dollar münasibətlərində hələ də sabitlik hökm sürür və Azərbaycan manatı, milli valyuta avro ilə müqayisədə dəyər itirib. Amma türk lirəsi rubla müqayisə eləsək, yaşıl zonada bizim milli valyutamız qərarlaşıb. Rusiyada iqtisadi aktivlik zəifliyib və milli valyuta kəskin dəyər itirir. Bu haqda biz biraz əvvəl qrafik üzərində də danışdıq. İnflyasiya nəzarətdən çıxmaq üzrədir. Hökumətin atdığı addımları isə əsasən daxili auditoriyaya hesablanan simvolik jest kimi qiymətləndirib. İqtisadçıların proqnozu belədir. Mərkəzi Bankın uçuş dərəcəsini endirməsi real iqtisadi canlanma gözləntilərinə əsaslanır. Yoxsa bu daha çox siyasi ritorikadır və iqtisadi fundamentallarda da uzaq qərardır. İqtisadçı Eyüp Şəhərinin proqnozlarını eşidəcəyik. Mən bu gün eşidirik sizi, Mərkəzi Bankın qərarları və Rus iqtisadiyyatı, vəziyyət necədir? Xoş gördük. Bu gün Rusiya Mərkəzi Bankının uçuş dərəcəsinin 1% endirilməsi fikrincə daha çox həm daxili auditoriya hesablanmış bir addımdır. Digər tərəfdən həm də xarici belə deyək, müşahidəçilərə Rusiya iqtisadiyyatının müəyyən sabitliyin qorunması ilə bağlı ötürülən mesajdır. Lakin hesab edirəm ki, Rusiyada artıq inflyasiya belə deyək, imkanları və inflyasiya proseslərinə start verilib. Bir tərəfdən Rusiyanın hazırda sıxılan iqtisadiyyatında istehlak həcmləri və istehlak imkanları azalmışdır. Digər tərəfdən bilirsiniz ki, Rusiya geniş sanksiyalara məruz qalaraq ithal imkanlarına məhdudlaşmışdır. Belə ki, Rusiya artıq həm məişət texnikası ilə bağlı, həm yeni texnologiyaların ixalı ilə bağlı müəyyən çətinliklər yaradır ki, bu da ümumi Rusiyanın istehlak belə deyək, dövriyyəsinin aşağı düşməsinə səbəb olur. Bu da öz növbəsində əlbəttə ki, Rusiya iqtisadiyyatına mənfi təsir göstərir və bu baxımdan düşünürəm ki, hazırda Rusiya iqtisadiyyatına müəyyən canlanma və müəyyən belə deyək, dinamika vermək üçün Mərkəzi Bank bu addımı atmışdır. Lakin ümumilikdə hesab edirəm ki, bu addım ümumi siyasi motivlərlə əsaslandırılmışdır və daha çox belə deyək, görüntü yaratmaq üçün atılmış bir addımdır. Çox sağ olun, minnətdarıq biz sizə. Bəli, Rusiya iqtisadiyyatı zəifləməkdə, artım templərinin aşağı düşməsi davam eləyəcək. Ekspertlər belə düşünürlər. Dünya iqtisadiyyatından qlobal bazarlara təsir edən əsas siyasi, iqtisadi hadisələr haqqında danışdıq. Azərbaycan iqtisadiyyatında nələr baş verir, istərdik ki, bunlar barədə danışaq. BP şirkəti Azərçıraq günəşli yataqlarında neft hasilatını sabit saxlamaq və hətta artırmaq məqsədilə tədbirlər planı hazırlayıb. Plan çərçivəsində Azəri Mərkəzi Şərqi platformasında yeni quyuların qazılması və innovativ texnologiyaların tətbiqi nəzərdə tutulur.
Bu BP-nin dünyada tətbiq etdiyi yeni texnologiyadır və biz bunu Xəzərdə Azərçılaq Günəşliyə də gətirmək fikrindəyik. Bu nəyə gətirib çıxaracaq? Bu texnologiyanın əsasında biz dəqiq biləcəyik ki, daha dəqiq, əvvəlki seismik proqramlardan fərqli olaraq daha dəqiq biləcəyik ki, harada nə qədər neft qalıb, neft axını hansı tərəfədir, harada su çoxdur, harada qaz var, harada neft var. Bu nəyə imkan verəcək ki, biz dəqiq gələcəkdə hasilat quyularımızın yerini dəqiqləşdirək. Bu həm vaxt itkisinə, həm demək maliyyə itkisinə qarşısını alacaq və hasilatın da elə quyulardan çıxmasına, elə quyuların qazılmasına imkan verəcək ki, orada tam dəqiqliyi ilə biz bilək ki, neft demək qalıb və neftiyatları var ki, onları biz çıxara bilək. Və qeyd edək ki, bu arada Azərlight neftinin 5 aylıq orta ixrac qiymətləri büdcə proqnozunu üstələyib. Neftimizin ortaya ixrac qiyməti 73,7 dollar təşkil edir və bu göstərici dövlət büdcəsində nəzərdə tutulan 70 dollarlıq proqnozu üstələyib və biz monitor üzərində də bu ilin 5 ay üzrə diqqət yetirsək, göründü ki, yanvar ayında ən yüksək göstərici ortalama 81 dollar civarında olub, ən aşağı isə 63-25 dollar səviyyəsində qeydə alınıb və orta qiymət isə 73,7 dollardır hər barel üzrə. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 338 milyard dollardan çox investisiya yatırılıb. Ötən il Türk dövlətləri arasında ticarət dövriyyəsinin həcmi 45 milyard dollar təşkil edib və Azərbaycanda qaz təchizatı sektorunda 8 növ qiymət də müəyyənləşdirilib. Bu il Azərbaycana səyahət edən Çinli turistlərin sayı isə 70% artıb. Bu və digər xəbərləri isə ətraflı olaraq iqtisadi xülasədə izləyəcəyik. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 338 milyard dollardan çox investisiya yatırılıb. Bu barədə Baş nazir Əli Əsədov məlumat verib. Bildirib ki, yaradılmış əlverişli investisiya mühiti xarici investorlar üçün də geniş perspektivlər açır. 2024-cü ildə Türk dövlətləri arasında ticarət dövriyyəsi 45 milyard dollar həcmində olub. Bu barədə 2-ci Türk dövlətləri ticarət və investisiya əməkdaşlıq forumunda bildirilib. Vurğulanıb ki, ticarət dövriyyəsinin artırılması lazımdır. Qeyd edək ki, Türk dövlətləri dünya ticarətinin 3,5%-ni təmin edir. Türk Dövlətləri Təşkilatı ölkələrinin bank sektorlarının ümumi aktivlərinin həcmi 15%-dən çox artıb. Ötən il Türk dünyasında bank aktivlərinin ümumi məbləği 1,4 trilyon dollara yaxınlaşıb. Azərbaycanda qeyri-neft-qaz sektorundan vergi daxil olmaları 9% artıb. Bu ilin yanvar-may aylarında ölkədə vergi daxil olmalarının 5 milyard 716,2 milyon manatı və yaxud 72,9%-i qeyri-neft-qaz sektorunun payına düşüb. Azərbaycanda qaz təchizatı sektorunda 8 növ qiymət müəyyənləşdirilir. Bu məsələ qaz təchizatı haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin bugün keçirilən iclasında müzakirəyə çıxarılıb. Bugün SOCAR-ın yaşıl təyinatlı istiqrazları üzrə ilk faiz ödənişi həyata keçirilib. Birinci faiz ödənişi nəticəsində 3 milyon dollar məbləğində vəsait istiqraz sahiblərinin hesablarına köçürülüb. Bu ilin yanvarından aprelinə qədər Azərbaycana səyahət edən Çinli turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 70% artıb. Bu barədə Çinin Azərbaycandakı səfiri Lu Mei məlumat verib. Bildirib ki, ümumvətəndaş pasportu sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında sazişin qüvvəyə minməsi turist axınını daha da artıracaq. Bu arada ölkədə orta müddətli və nəticələrə əsaslanan büdcə mexanizminin tətbiqi üçün 4 sektor müəyyənləşdirilir. Bunlar kənd təsərrüfatı, təhsil, ətraf mühitin qorunması və sosial müdafiə sahələridir. Növbəti mərhələdə isə mexanizmin mədəniyyət sektorunda tətbiqi də gözlənilir. Bu barədə Maliyyə Nazirliyi və Dünya Bankının birgə təşkilatçılığı ilə Azərbaycanda orta müddətli büdcə planlaşdırılmasının gücləndirilməsi layihəsi çərçivəsində təşkil olunan təlimdə məlumat verilib. Nəticə əsaslı maliyyələşdirməyə keçid Dünya Bankı olaraq onlarla ölkədə üzərində işlədiyimiz layihədir. Təcrübə göstərir ki, bu sahədə müzakirələrin başlanması və onun tətbiqi 10 ilə yaxın vaxt aparır. Çünki bu çox mürəkkəb prosesdir. Bu, insanların düşüncəsinin dəyişməsini və proseslərə yeni yanaşmasını tələb edir. Azərbaycan da nəticə əsaslı büdcənin tətbiqini mərhələli şəkildə həyata keçirir və bu çox yaxşıdır. Ümumilikdə büdcə planlarının hazırlanması
sağlanması orta müddətli xərclər çərçivəsində bu büdcə xərclərinin tənsifatında yeni yanaşmadır və burada tədbirlərin seçilməsi, ilk öncə tədbirlərin dövlət proqramlarına uyğunluğu, hədəflərin müəyyənləşdirilməsi və ən əsası tədbirlərin nəticə yönümlü olması barədə tövsiyələr verildi. Digər xəbərimiz iyul ayının 1-dən etibarən mədəniyyət xidmətlərinə görə nəqdsiz ödənişlərdə əlavə dəyər vergisinin 50% istehlakçılara geri qaytarılacaq. Dəyişik teatr tamaşaları, filmlər, muzeylər və simfonik orkestr konsertlərini əhatə edəcək. Eyni zamanda mədəniyyət sektorunda 5 il müddətinə torpaq vergisindən tam mənfəət, vergilərdən isə 90% azad olma tətbiq olunacaq. Vergi güzəştlərindən faydalana biləcək subyektlərin sayı 1-dən 5-ə qədər artırılır. Nəzərə alsaq ki, bu rəqəm kifayət qədər ciddi bir rəqəmdir. Bu, həmin sektorda xidmətlərin marağın artmasına gətirib çıxaracaq. Çünki digər sahələrdə ədəbi geri almaqla bağlı rəqəmlər xeyli aşağıdır, 17,5%, amma 50%lik ədəbi geri alının tətbiq edilməsi mədəniyyət xidmətlərinə marağın artırılması və bütövlükdə bu sektorda dövriyyənin genişləndirilməsi məqsədi daşıyır. Bütövlükdə yeni qaydalarda məqsəd ondan ibarət ki, bir tərəfdən bu mədəniyyət sektorunda xərclərin azaldılmasına gətirib çıxara bilər. Çünki nəticə etibarən ədəbiyyata güzəştlər, cashback sisteminin tətbiq edilməsi nəticədə xidmətlərin maliyyə dəyərinə təsir göstərəcək. Eyni zamanda mədəniyyət xidmətlərinin marağın artması və daha çox vətəndaşlarımızın mədəniyyət xidmətlərini istifadə etməsinə səbəb olacaq. Və sonuncu xəbərimizi təqdim edirik. Avropa İttifaqı ölkələri təyyarənin gedişməsi zamanı sərnişinlərə verilən təzminatın azaldılması barədə razılığa gəliblər. İndi məsələyə Avropa Parlamenti münasibət bildirməlidir. 20 il əvvəl qəbul olunan qaydaya görə 4 saatdan çox gedişməyə görə sərnişin 600 avro kompensasiya ala bilər. Təklif olunan qaydaya əsasən 3500 kilometrədək uçuşlarda 4 saatdan artıq müddətə gedişmə zamanı sərnişinə 300 avro təzminat ödəniləcək. Daha uzun reyslərdə ödəniləcək maksimum məbləğ 500 avronu ötməyəcək. Müraciəti Avropada fəaliyyət göstərən 30-dan çox aviaşirkət ünvanlayıb və onlar bu yolla əlavə maliyyə itkilərindən qurtulmaq niyyətindədir. Bəli, ölkə dünya iqtisadiyyatında ən son məlumatları, xəbərləri çatdırdıq və yeri gəlmişkən bir sıra digər yeni xəbərlərimiz də olacaq. Sabah həm dünya iqtisadiyyatı ilə bağlı geosiyasi, geoiqtisadi hadisələrin açıqlanması gözlənilir. Hansı formada iqtisadiyyatlara ciddi təsir edə bilər? Bu haqda isə sabah danışacağıq. Amma bugünə bu saat ayrılan vaxtımız burada yekunlaşdı. Sağ olun, sağ olun.